Salam, dəyərli izləyicilərimiz. Baxağın 5-ci sualın izahına. Deyir, şəhərin yaşayış məntəqələri arasında yol sxemi qraf və çəki matrisi ilə təsvir olunmuşdur. Qraf və çəki matrisi bir-birindən asılı olmayaraq tərtib edildiyi üçün çəki matrisindəki yaşayış məntəqələrinin nömrələnməsi qrafdakı hərf işarələri ilə əlaqəli deyil. A-dan Y-yə gedən yolun uzunluğu 30-u aşmadığı nəzərə alaraq C və G məntəqələri arasındakı ən qısa yolu müəyyən edin. Biz çəkili burada qrafımızdakı yolların tillərini, qrafımızdakı təpələrdən çıxan tilləri müəyyənləşdirmək üçün çəkili matrisimizdən istifadə etməliyik. Çəkili matrisimizdə 7 təpəsindən 2 til çıxır, 6 təpəsindən də 2 til çıxır, 5 təpəsindən 3, 4 təpəsindən 4, 3 təpəsindən 3, 2-dən 4, 1 təpəsindən 4 til çıxmış olur. 2 təpəsi 2 til çıxan təpə C təpəsidir, bir də Y təpəsidir. 3 til çıxan C və A təpəsidir. Yerdə qalan təpələrin hamısından baxıram ki, 4 dənə tilimiz çıxmış olur. Və burada məntiqlə biz görə bilərik ki, 5 təpəsindən 3 til çıxır, bir də 3 təpəsindən 3 til çıxır. 3 til çıxır həm A-dan, həm C-dən. Onda məntiqlə yaza bilərik ki, biz A ya 3-cü matrisdə 3-cü təpədir və ya 5-ci təpədir. C matrisimizdə ya 3-cü təpədir, ya da 5-ci təpədir. Sonra bir də mən Y, G halına baxacağam. Y və G hər ikisindən Y və G təpəsindən 2 til çıxdığına görə ya Y-ni mən bir dəfə 6 götürəcəm, ya da 7-ci matrisdə 7-ci təpə olmalıdır. G də mənim üçün matrisdə ya 6-cı təpə, ya da 7-ci təpə olmalıdır. Və A-dan Y-yə gedən yolun uzunluğunu müəyyənləşdirmək üçün deyir 30 aşmadım. Mən A-dan D-yə gələrəm, D-dən keçərəm hara? D-dən keçərəm Y-yə. D bizim üçün burada, D təpəsi hal-hazırda mənim üçün ya 4-cü təpədir matrisimizdə, ya da 2-cidir. Birinci təpə ona görə deyil ki, birinci təpənin qonşuları biri 2 təpəlidir. Birinci təpənin qonşuları biri 4 təpəlidir. Biri 2 təpəlidir. 2, 2. Hər ikisi 4 təpə, hər yan qonşuları 2 təpəlidir. Onda məlumdur ki, elə 1 gəlib bizim üçün F olur. Bax, buradanca məntiqini tutmuş oluruq. Amma D ilə B-ni mən tamam başqa cür yazacağam. Deyirəm ki, D bizim üçün ya 2-dir, ya 4-dür və yaxud da B bizim üçün 2-dir və yaxud da 4-dür. Bu halına yola çıxarıq. İlk öncə gəlin AD yoluna baxaq. A-dan mən gedərəm D-yə, D-dən gedərəm Y-yə. Mən D-nin bir dəfə 2, bir dəfə də 4 halına baxacağam. A-nın bu dəfə matrisdə 3 halına baxırıq. Çəkili matrisdə 3 təpəsindən. D isə 2 təpəsindədir. Y isə bir dəfə gəlin baxaq. 6 təpəsinə baxaq. Sonra 3-dən A-nın 3 halından 3 təpəsindən çıxmış olsaq yola. D-nin bu zaman, bax bu yuxarıki yoluna, yəni AD yoluna geçək. D-nin 4 təpəsində olduğunu və 7 təpəsində olduğunu baxaq. 3-dən 2-yə matrisdə 3 təpəsinə, 2 təpəsinə gedəcək yolumuz baxan kimi görünür 14-dür. Üstə gələk, 2 təpəsindən 6 təpəsinə gedəcək, yox, 3-dən 2-yə gedəcək yolumuz 18-dir, bağışlayın. 2 təpəsindən 6 təpəsinə gedəcək yolumuz 3-dən 2-yə, 7-yə, yox, burada səhv yazdıq, bağışlayın. Burada səhv yazdıq. 3-dən mən 2-yə gedəcəm, 2-dən 7-yə gedəcəm. Bax, yəni ona daha uyğundur. 3-dən matrisə baxan kimi görünür. 3-dən 2-yə gedəcəm, 2-dən 7-yə gedəcəm. Çünki başqa yol yoxdur. 3-dən 2-yə, 2-dən 7-yə, 3-dən 4-ə, 4-dən 6-ya. 4-dən 6-ya. 3-dən 2-yə gedəcək yolumuz 14, üstə gələk 2-dən 7-yə. Matrisdə 2-dən 7-yə gedəcək təpədəki yolumuz 15-ə bərabərdir. Bol əldə 29. Artıq burada mən görürəm ki, Y-dən Y-yə gedən yolun uzunluğu 30-u aşmadığını mən burada görürəm. Bir dənə bu yolda hesablayaq. 3-dən 4-ə gedəndə 3 təpəsində matrisimizdə 4 təpəsinə gedəndə 18 və C-nin dedik ki, Y-nin bu dəfə 6 qiymətinə baxacağam. 4 təpəsindən 6 təpəsinə gedəndə 14, bu isə elədi 32. Bu isə
30-u aşdı. 30-u aşdısa, onda mən Y-nin qiymətini 6 yox 7 götürəcəm. Y mənim üçün olacaq 7. Onda A-nın 3 qiyməti bizim üçün doğrudur. A3 doğrusunda C-yə 5 qaldı. C-yə 5 qaldı. C-yə isə bir dənə hal qaldı. O da 6-dır. Burada bu yolu tapdıq. İndi gəlin keçək növbəti yolumuza. C, B, C yoluna baxacağım. C, B və C yoluna baxacağım. C-nin bu dəfə 5 halını, əgər 5-dirsə, 5-dən gedəcək mən B-nin bir dəfə 2 halına baxacağım. 5-dən 2-yə gedəcək. Bir də C-nin bir dəfə 6, bir dəfə 7 halına baxa bilərik. 7 halına baxmamaq da olar. Çünki artıq Y yolunda, Y yolu 7 üzərindən bizə 30-u aşmamağı öyrətdi. Yəni burada gördük. Daha doğrusu 5-dən 2-yə və 7-yə yazım və bir də 5-dən 4-ə B-nin 4 təpəsində olmasını müəyyənləşdirəcək. Bir də 6. 5, 2, 7, 16 üstə gələk 15, 31 dedik. Buna ona görə baxmırıq ki, burada 7 təpəsi Y üçün müəyyənləşdirib. 5-dən 4-ə 17 üstə gələk 4-dən 6 təpəsini gedəsi olsaq, G-nin burada qiyməti 14 matrisimizə baxası olsaq, 7 üstə gələk 14 edəcək mənim üçün 31. 31. Tapdıq ki, burada biz matrisimizdə 6 təpəsi G-dir. Bax, bu Y-dir. 5 C-dir. 5 C-dir. 3 isə A təpəsidir. 3 isə A təpəsidir. Burada 2 B-nin üçün qiyməti keçərli olmadığına görə 2 bizim üçün D-yə uyğundur. 4 isə B-yə uyğundur. 4 isə B-yə uyğundur. Burada yazacağım F, D, A, B, C, C və Y. C-dən B-yə gedəcəm. B-dən də C-yə. C-dən mən B-yə gedəcəm 17. B-dən də C-yə gedəcəm. B-dən C-yə. Bu da 14. 17, 14 eləyəcək mənim üçün. 17, 14. 4, 31. Ən doğru cavabımız da düzgün cavabımız oldu. C variantı. Çətin sual idi. Sağ olun, növbəti video dərsimizdə görüşmək ümidilə.